əzizim, uşaq acdır. Bu balaca mələyinə süd verməlisən. Dur, acdır. Gör nə qədər nazlıdır. Anası bax. Canım yok. Ağlama canım. Ver mənə. Niye sənə? Bəyəm sən bu uşağın anasısan. Leyla xanım, gel al uşaq həlak oldu. Səninləyəm, səninlə danışıram. Sən özünlə inat elirsən, ya bu ciğer paranla. Bu yazıq ağlamaqdan əldən getdi. Canım, əzizim, canım acıyıb. Gərək süd verəsən ona. Bacarmıram. Bu uşağın günahı yoxdur. Uşaq ana istəyir. Mən onu istəmirəm. Demirsiz bəyəm hər şey Leylanın adınadır. Bunu daha məhkəmə orqanları müəyyən eləyir. Sabah məhkəməyə göndəriləcək. Adını əmi qoymusan. Sənə də kişi deyərlər. Leyla da bilməlidir ki, hər bir seçimin bədəli var. Bir vaxt qəm qüssə eləmə qızım. Düzələr. Hər necə olsa razılıqlarını alacaq. Mən bəyəm pis söz dedim. Deyirəm ailəsidir. Deyil, ailəsi deyil. Ailəsi bizi Şərifə. Evi buradadır. Uşağının yanına qayıtmalıdır. Leyla, heç vaxt təklik hiss etməyə qoyma. Qorxub dəhşət götürməyə qoyma. Onunla müğayət ola bilmirəm. Hətta əgər mənim həmişə ikinizdən müğayət olduğumu bilsən belə. Gel bir lokma ye. Dur gel də, niyə yatmısan? İştiham yoxdur. İştiham yoxdur nə deməkdir? Buradan ki getdin uşağına süd verməlisən. Yemək yeməlisən ki canın olsun o uşağa da baxa biləsən ya yox? Dur gəl. Yemirəm. Yemirəm nədir? Sabah ikimizin də məhkəməmiz var. Ayaq usta olmalıyıq ya yox? Sənin üçün bir loğma düzəldim. Nə eləyirsən? Yemək bişirmək istəyirəm.
İndidən? Bəli, fisincandır. Çox yaxşı bişməlidir. Xoşlayırsan? Hə. Nə yaxşı? Hamid də fisincanı çox sevir. Ciddi? Yəni indiyəcən ərindən soruşmamısan sevdiyi yemək nədir? Niyə? Ancaq... Olar mən bişirim. Bilirsən bəyəm. Yox. Yəni anam çox yemək bişirmirdi. Öyrənə bilmədim. Eybi yoxdur. Özüm sənə öyrədərəm. Doğru da? Bəli. Mən də ərə getməmişdən qabaq elə çox yemək bişirmək bilmirdim. Allah Hacıya xanıma rəhmət eləsin. O mənə öyrətdi. Mən də sənə öyrədərəm. Sən də gələcəkdə gəlininə öyrədərsən. Yaxşı, siz oturun, mən yemək bişirim. Doğrudan fikirləşirsən ki, bacaracaqsan. Əgər Hamid xoşlayırsa, gərək bacarım da. Yaxşı, buyur, gəl bura. Əvvəl önlük geymək. Bir şey həmişə yadında olsun. Ən sevdiyin işi görmək azadlıqdır. Xoşuna gələn gördüyün iş xoşbəxtlik kimidir. Yemək bişirmək də elədir. Gəl otur. Heç vaxt fikirləşməzdim ki, bir gün yemək bişirəcəyəm. Həmişə qızartma, qovurma, iyindən acığım gəlirdi. Yemək bişirmək ki, qızartmaq və qovurmaq, noxud, lobya qarışdırmaqdan ibarət deyil ki. Bəziləri elə bilirlər yeməyə rəngi verməklə, ədviyə yağ töhməklə yeməkləri dadlı olur. Ancaq əgər düzünü istəsən, dadlı olmur. Bəs nə eləyək ki, yemək dadlı olsun? İmkanı yoxdur. Bu bir sırdır. Olar deyəsən. Yox demərəm. Xahiş eləyirəm. Heç mümkün deyil. Mənim xatirimə. Hamidin xətrinə deyərəm. Əgər sevə-sevə ailən üçün yemək bişirsən, dadlı olar. Bunu təcrübə sənə sübut eləyəcək. Heç vaxt hövsələsiz yemək bişirmə. Bütün qadınlıq sevgini və həvəsini yemək düzəltməyə dök. Onda yemək vaxtı gələndə ərin, uşaqların qaçıb süfrəyə tərəf gələcək. Sonra deyəcəklər, vay yeməyin nə qədər dadlıdır. Əgər onlardan soruşsan ki, niyə yemək dadlıdır? Deyəcəklər, bilmirik. Ancaq anamızın yeməyi dünyanın ən dadlı yeməyidir. Yaxşı, indi neynəməliyik? Əvvəl gərək o ətləri doğrayıb, düzəldib bişirəsən. Bu qozu ət maşınına çəkməlisən, düyü dəmləməlisən, süfrəni düzəltməlisən. Sonra mən də sənə baxacağam. Yaxşı, sən deyən kimi eləyərəm. Canımın canı. Yatmaq istəmirsən? Yaxşı oğlum. Gül balam. Oğlum. Hamidim. Ciğer param. Canım. 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 Göz bebeğim. Canım. Canım. Canımın canı. Buyurun. Əlinə Bir şey sağlıq. değil. Nuş olsun. Koy bura. Yəni bu dediyin işte gəlir filan var. Hə. İndi bütün bizneslər internetlə olub. Hər kəsin cibində də bir dənə bu telefonlardan var. Yəni cəmaətlə birbaşa əlaqədədirlər. Məncə heç bir problemi yoxdur, özün bilərsən. O koridorun axırındakı otaq da boşdur, ondan istifadə edə bilərsən işin üçün. Dərsin universitetin nə olacaq? Onlara da diqqətim var. Daha iş zavod haqqında danışmaq bəsdir də. Yeməyinizi yeyin. Gözüm üstə. Gözün dərd görməsin. Çox sağ olun.
Əlinizə sağlık. Xahiş edirəm. Onu ver sənin üçün çəkim. Sağ ol. Bəsdir. Hə. Al əzizim. Buyur. Eşitmişəm çox sevirsən. İnanmazsan. Barmaqlarımı da onunla bir yerdə yeyərəm. Əlinə sağlıq. Gəl sevdiyimiz şeyləri bir-birimizə deyək. Hər nə. Mən ancaq səni sevirəm. Ucadan deyil. Sonra deyərəm. İndi. İndi olmaz ki, ata-anamın yanında ucadan demək Ki məni olmaz. sevirsən. Dayan indi özüm deyərəm. Yadındadır, piç-piç eləyəndə anam nə deyərdi? Allah ona rəhmət eləsin. Deyərdi siz bir-birinizin qulağının dibinə cik-cik eləyəndə bu səsiniz gəlir. Ancaq nə dediyiniz məlum olmur. Bu iki dənə bizi vurub irəli keçiblər. Dodaqları tərpənir, səsləri də gəlir. Ancaq biz nə dediklərini başa düşmürük. Biz heç nə demirik. Ha, heç nə. Haridi, vız-vız eləyib getdi. Hamid sizə demək istəyir ki... Leyla, yox, mən vallah bir şey demək istəmirdim. Dedə, Bir şey demək istəmirdim, inan. Yalandan deyil. Hamid sizə demək istəyirdi ki... Leyla, Qoy deyim də. inan yalandan deyil. Mən heç nə demək istəmirdim. Hamid demək istəyirdi ki, yemək çox dadlı olub. Nuş olsun. Hə, çox Sən dadlı. zəhmət çəkmisən. Hə, bəs birinci dəfədir. Oğurluq qaçaq əhlidəki deyilsən. Hələ düzəməlli pulun filanın var? Yox. Bəs sənin ərin də mənim ərim kimi sənin üçün heç nə qoymayıb. Ancaq elə ki qaynatanla danışırsan, kürəklə pul sovurur. Hə? Onun özü üçün varıdır. Hə, indi nə eləmək istəyirsən? Bilmirəm. Sən niyə burdasan? Ərimin borcu. Tikinti fəhləsi idi. Düşüb öldü. Siğorta əvvəl dedi pulunu verəcək. Ancaq sonra dedi özü müqəssir olub. Dalınca getdim. İşverən dedi əgər şikayət eləsən sənə heç nə çatmayacaq. Ancaq əgər şikayət eləməsən özüm sənə bir şey verərəm. Axirdə də o da heç nə vermədi. Qaldım mən, bir balaca uşaq və evin xərci, evin kirası zibil zəhirmar. Çarəm yox idi. Gedib borc elədim. Verə bilmədim. Məndən şikayət elədilər, indi də buradayam. Yaxşı borcun nə qədərdir? 6 milyon. Özüm cəhənnəmə ha, ürəyim uşağım üçün darıxır. Tək qalıb, mənsiz yata bilmir. Mənə çox bağlıdır, çox. Buna bax. Bax. Mənə deyir, böyürsəm dərs oxuyacam, qoymayacağam səni işə getməyə. Canımın canı. Ölərəm sənin üçün, mənim qara gözlüm. Dedin uşağın oğlandır, hə? Hə. Mənim ərim də oğlan istəyirdi. Kişidir də. Kişilərin hamısı oğlan istəyirlər. Əvvəl çox narahat idi. Ancaq qucağına alandan sonra bütün dünyası olmuşdu. Məni heç görmürdü. Mənim günüm olmuşdu. Amma mən onu istəmirəm. Mən də əvvəl belə idim. Axı bu uşaq istəmədən olmuşdu. Hey fikirləşirdim ki, bu artıqdır. Hey fikirləşirdim ki, bizi narahat eləyir. Bir dəfə uşaqdan xoşum gəlmirdi, bir dəfə də özümdən xoşum gəlmirdi. Elə bir vəziyyət olmuşdu ki, dəli divanə olmuşdum. Mənim kimi. Nə vaxt yanına getmək istəyirdim, eləyə bilmirdim. Doğulmağı yaxşı yadımdadır. Ağlamaq səsini eşidəndə ha, ixtiyarsız göz yaşlarım axardı. Heç bilmirdim sevinç göz yaşlarıdır ya dərddən qurtarmaq. Mən bilirdim. Ağlamağım Hamidin ölümünə görədir. Uşağın doğulmağına görə yox. Ancaq mən əminəm hər ikiniz də özünüzü uşağın doğulması üçün hazır eləmişdiniz. Elə 9 ayda. Xüsusilə Hamid.
ürəyi gedirdi uşaq üçün. Sənə oxşayır ya ərinə? Bilmirəm. Elə bilirəm ərinə oxşayır. Baxanda ərinin uşaqlığı yadına düşmür. Hamidin uşaqlığı. Hə də, kişilər buna görə oğlan istəyirlər. Çünki uşaqlıqları yadlarına düşür. İndiyəcən bunu fikirləşməmişdim. Bilmirsən birinci dəfə ona süd vermək istəyəndə nə haldaydım. Bu qədər çətin olduğunu fikirləşməzdim. Qışqırmaq istəyirdim. Ancaq gözlərim mehriban baxışlarına düşəndə hər şeyə dözdüm. Mən indiyəcən ona süd verməmişəm. Bilmirsən nə qəribə hissi var. Kiminsə canının sənin canına bağlı olduğunu, həyatını səndən aldığını hiss eləmək adama çox yaxşı bir hissi gətirir. Çox. Sən çox müdaxilə eləmə. Qoy uşaqlar öz işlərini görsünlər. Ancaq əgər gördün vəkilləri yuxarıdan gedir, bir iş gör. Yaxşı canım. Yenə də uşaqlara tapşır ki, vəsiqədən möhkəm yapışsınlar. Mütləq. Xanım Şərifi, nə edirsiniz? Axır ki, veksellərin çoxu sizin öhdənizdədir. Ödəmək imkanınız var. Yox, Bizim işimiz ne olacak cənab hakim? mənim bir şeyim yoxdur. Yoxumdur. Yoxumdur nədir? Cənab hakim, bunlar hamısı tamaşadır. İcazə verin. Axır ki, sizin şikayətçiniz var. Belə vəziyyətdə mütləq həbsxanaya gedəcəksiniz. Mən zamin olurum cənab hakim. Qəyyumu olurum. Vəsiqə qoydu. Şənbə sonraki növbətdir. Onların razılığını almaq dalıncadır. Amma onlar da möhkəm sözlərinin üstündə dayanıblar. Səhərdən indiyəcən 100 dəfə zəng eləyiblər. Hey deyirlər, gəlib oturub danışaq, razılığa gələk, qurtarıb getsin. Mən də onlara dedim, nə razılığa gəlirəm, nə vaxt verirəm. Ancaq pul. Mən ancaq pulumu istəyirəm. Ancaq cənab belə ki o təzyiq altındadır, elə bilirəm daha yumşalsın. Başqa çarəsi də yoxdur. Özüdür canım, kürəkənidir. Cavab ver. Onunla görüş təyin elə. Görüş təyin ki, nə olsun? Dediyim elə. Görüş təyin elə, get onunla danış, amma yumşalma. Yaxşı canım, siz dediyiniz kimi eləyərəm. Alo, bəli. Salam aleyküm. Siz nə vaxt desəz? Bəs qardaş, sabah görüşərik deyə, yaxşıdır. Sağ olun, Allah amanında. Hacı, mən sabah üçün bunlarla görüş təyin elədim. Qərarımız belə oldu ki, sabah gəlsinlər bura oturub danışaq. Zavuda get, mənim çek kitabçamı götür gətir, hər üçünü də. Yaxşı, sabah gedərəm. Yox, bugün get. Bəlkə bir şey yer eləmək lazım oldu, istəyirəm ürəyim rahat olsun. Yaxşı. Bilmirəm nə eləyim, Leyla. Anama demişdim ki, gəlməsin. Özü gəldi, uşağı da götürüb gətirdi. Elə bildi o tərəf uşağı görüb ürəyi rəhmə gələcək, razılıq verəcək. Uşağım anasının bağlı əllərini görəndə ağladı. O qədər sızladı ki, hakim dedi uşağı bayıra çıxarır. Ona çox ürəyim yandı.
Yəni elə bil ürəyimi üzdülər. Uşağım anasını belə görməyini istəmirdi. Düzələr. Belə qalmayacaq ki. Ürəyim çox yandı Leyla, çox. Ürəyim uşağın halına, öz halıma, kimsəsizliyimə. İlahi, mən sənə qurban olaram. Allah haqqı bu günlər keçər. Sən də tezliklə qayıdıb gedərsən uşağının yanına. Əmin ol. Biz də sizin kimi iş görərik acağa. Heç kimlə davadalaşımız yoxdur. Buyurun. Söhbət bunda deyil. Həm mən, həm siz bilirsiniz ki, pulunuzun bir qəpiyi də bu uşağın əlində yoxdur. Bizim günahımız nədir bir il deyil işmişik. Cənab, əlbəttə bunu da deyim ki, hesab kitabımızın bir tərəfi də Nasirlə oğlu Məsuddur, hə? Baxacağa, bütün bu sözləri məhkəmədə də demisiniz. Qulağımız bu sözlərlə doludur. Nasir, Mənsur, uşaqları, bu məsələnin bizə dəxli yoxdur. Biz pulumuzu istəyirik. Deyəsən siz də hesab kitab adam deyilsiniz. Sizdən bir şey çıxmaz. Yaxşı olar ki biz də zəhmət verməyək. Şənbə məhkəmədə hər şey məlum olacaq. Otur kişi, otur. Otur. Mən əgər hesab kitab eləmək istəməsəydim ki, deməzdim bura gəlin. Oturub hesab kitab eləyə. Bütün borçlarını mən verəcəyim. Ancaq bir şərtim var. Gərək məhkəmədən qabaq yazılı razılığınızı verəsiz. İstəyirəm şənbə, qızım, gəlinim evində olsun. Bu oldu düzəməlli söz. Qurban olaram söz qalan adama. Bu da bizim bütün hesap kitabımız hacı. Nə xəbərdir ha kişi? Bu qədər? Hə, siz elə faizini də hesablayın. Problem deyil, ödəlinəcək. Sağ ol sana hacı. Əlinə sağlıq. Axırıncı dəfə bu istəkanlarda çay içdiyim yataqxanada uşaqların yanındaydı. Həbsxana çay içməmişdin ki onu da içdin. Bu qolbaq, bu nədir? Göz dəyməsin deyə. Hamilə olanda anam düzəldib. 2 dənə. Biri qızımın qolundadır. Biri də mənim qolumda. Biri yoxudu ona desin, axı ayana, məni kim gözə gətirəcək? Gəl, al. Yox, sağ ol. Al, bağla uşağının qoluna. İstəməz. Hələ düzdür düşmüşük qazamata, ancaq heç kəs bizi gözə gətirməz. Götür, bağla oğlunun qoluna. Hı? Bağlayarsan ha? Buyurun. Bu sənədlərə əsasən bütün alacaqlıların pulları ödənilib. Bu da razılıqları. Bizim daha şikayətimiz yoxdur cənab hakim. Bütün hesab kitablarımızı tamam kamal almışıq. Bu da qulluğuzda. Xanım Şərifinin və atasının bütün borcuları cənab Tehranın adına keçirilib. Əgər başqa bir alacağı olan ya şikayətçi olsa da mən ona zamin oluram. Yəni gəlinimin belə şeylərə qarışdırılmasını istəmirəm. Çox yaxşı. Düzdür. Bütün bunlar düzdür. Ancaq qalır bir şikayət ki, ədədi çox böyükdür. Mən razılığını görmürəm. Şikayət. Başqa bir şikayət olmamalıdır. Bir şikayət cənab
Nasir Şərifinin tərəfindən ki məbləği çox böyükdür. Nasir. Mən Nasir Şərifiyəm, cənab hakim. Cənab hakim, bu müamilənin ikinci tərəfinin atasıdır ki, qaçıb. Düzəməlli danış. Mənim oğlumun heç nədən xəbəri yoxdur. Niyə narahat olursan ha kişi? Sizin oğlunuz da borcludur. Yəni borcluydu. O özünə aiddir. Gələr borcunu verər. Bu şikayətə görə siz məhkəmə işinin əsas şikayətçisisiniz ki... Mən razılıq verməyə gəlmişəm, cənab hakim. Bu mənim qardaşım qızıdır. Ondan heç bir şikayətim yoxdur. Bəs niyə şikayət vermisiniz? O qardaşımın sağ olduğu vaxta aiddir. Bizim bir-birimizdə hesab kitabımız vardı. Təbii ki, mən pulumun dalınca idim. İndiki o sağ deyil, mən hər şeyi bağışlayıram. Hər şeyi. Bədbin adam deyiləm. Ancaq bilmirəm niyə ürəyim mənə deyir ki, bu qədər güzəştə getməyin arxasında bir başqa şey var ki, Allah bilir. Sizin səhviniz budur ki, fikirləşsiniz ki, hər kim sizin kimi deyilsə, gərək problem olsun. İşi bir yerdə ləngiyir. Baxın cənab, mənim qardaşımda problemim var idi, Leyla da bilir. Mən o vaxt ondan narahat idim. Ancaq bu səbəb deyil ki, mən qoyum ciyərparam həbsxananın küncünə düşsün. Hər halda sizin bu işiniz təşəkkürə layiqdir. Mən bu işi sizə görə eləmədim. Leylaya görə bu işi gördüm. Mənim Leyla ilə problemim yoxdur. Mənim sizdən xoşum gəlmir, Leyladan yox. Bax Leyla, ürəyim bütün bu malı pulu vermək istəyirdi. Ancaq sən bilirsən, bu günlər vəziyyətim çox yaxşı deyil. Yəni heç birimizin vəziyyəti yaxşı deyil. Özüm və uşağımdan müğayət ol. Sağ ol. Sağ ol. Gərək bu işi görməyəydiniz. Nə eləyəydim qızım? Gərək qoyaydım Leyləm həbsxanada qalsın. Həmin 2-3 gün ki, həbsdəydin, səndən Hamiddən xəcalətli oldu. Belə deməyin. Gedək qızım. Gedək ki, hamının gözü yoldadır. Canım. Canım. Salam. Salam. Tut bu uşağı. Gel. Salam əzizim. Xoş gəlmisən əzizim. Canım əzizim. Canım. Gedək Məhdud. Uşaq üçün soyuqdur. Gördün axırda qız öz işini gördü. Gözləyirdin ki, atam qoysun o vəziyyətlə bir dənə uşaqla ömrünün axirinacan həbsxananın küncündə qalsın. Yox, ancaq gözləmirdim ki, qızı ilə gəlini arasında o qədər fərq qoysun. Bizim üçün daha nə eləməli idi ki, eləməyib? Sən heç bilirsən o şikayətçilərin pulu nə qədərdir? Hələ bəxtimiz gətirdi, əmizə adamdır, pulundan keçdi. Hələ hər nə? Gəlinidir. Nəvəsinin anasıdır. O uşaq nəvəsi deyil. Biz adam deyilik. Hər dəfə mən danışmaq istəyəndə, bir şey eləmək istəyəndə hamı üz gözünü əyir mənim üçün. Elə bil ki... Bəsdirsən, Allah mövsün.
Canab heç fikirləşmirdim ki, belə bir iş görəsən. Hamısını bağışladın getdi. Mən ancaq Leylanın öz yanımda olmasını istəyirdim. Bu qədər get-gəl, şikayət, polis bölməsi, məhkəmə. Axır heç nə? Bəzi vaxtlar böyük şeylər əldə eləmək üçün gərək kiçik şeylərdən keçəsən. Canab o qədər də az pul deyil daha. Mən ancaq Hacəli Leylanın və Mənsurun borclarının zaminliyini boynuna götürməsini istəyirdim ki, götürdü. Bu həmin haqqında danışdığım böyük sənədlərdir. Bir gün Leyla və Mənsuru xəlas eləmək üçün bazara gedib bunları alacaqları olanlardan yığdım. İnanmağım gəlmir. Hacəlinin varından çox olmasa az da deyil. Hacəli Mənsurun bütün borclarının zaminliyini boynuna götürüb. Bunlarla qara günə düşəcək. Yaxşı, indi nəyi gözləyirsiz? Səbrin olsun. Hacəlinin sərvəti ancaq pul deyil ki, başqa qiymətli şeyləri də var. Canım, bu nedir? Bu nedir? Allah'a şükür. Bu problemden canımız kurtardı. Belə Hamidimiz daha da sevindi. Gel bala. Leyladan daha çox müğayət olmalıyıq. Həkim deyirdi, onun üçün bir şeylə eləməliyik. Ne işler?
sənə oxşayır. Yox, əşi, bu çox qəşəhdir. Hə, sən də qəşəngsən. Hə, bu ki düzdür, ancaq çox şirindir, heç sənə oxşamayıb. Məni incitməyə ürəyin gəlir. Sənə yaraşır. Ki məni əziyyət eləyəsən. Ana olmağın. Ana. Ana. Sənə də ata olmaq yaraşır. Yaxşı ata. Yaxşı ata. Canım. Canım. Canım balam. Canım balam. Canımın canı. Göz bebeğim. Gözlerime kurban olun ben. Al. Yeda oğlum, niye ağlıyorsun? Gel canım, gel. Sənə qurban olum, gəl. Leylacan, Bəli, qonaq istəmirsən bula? qonaq. Bir nəfər səni görməyə gəlib. Əzizim. Məni çağırıb deyəndə ki, Azadam, inanmağım gəlmədi. Qanadlanıb uçurdum. Kimsə sorağıma gələcəyini fikirləşmirdim. Allah heç kəsi kimsəsiz eləməsin. İndi ağlama hələ. Hər nə olub qurtarır. Allah Hacı ilə Hacıya xanıma xeyir versin. İş üçün də Həciyə xanım bir yer tapıb gedib işləyəsən. Allah oğluna rəhmət eləsin. Allah səni də uşağını saxlasın Leyla. Mən ki bir şey eləməmişəm. Fikr elirdim məni yaddan çıxardacaqsan. Amma sən çox qanacaqlı qızsan. Çox qanacaqlı. Ver məni aparım yuxarı. Rahat ol, sağ ol. Belə bəlkə həyata qayıtsın. Bu adam 7-8 aydır uşağına bir baxmayıb belə. Bilmirəm onun üçün bir şey eləmək olar ya. Həddən artıq uşağının yanında olmaq Bu qızın halı çox pisdir. Əşi, bunlar hamısı onun filmidir. Məsuda deyin qayıtsın. Hayıfçı dostluqlar sana çatır. Hamımızdan kəsib. Bəs Leyla hanı? Axı mama, sən hara getdiyini bilmirsən ki. Nə eləyim? Narahatlıqdan ölürəm. Oturum evdə. ای که عمری در هوایت نشستم
زیر باران ها کجایی؟ اگر مجنون اگر لیلا قریبم در بیابان ها کجایی؟ کجای این شب تاریک به روی ماه در بستی؟ نمیگویی نمیدانم کجا ماندم کجا هستی؟ من آتش بودم اما تو به خاکستر نشستی. اگر شب هست و فردا نیست، اگر راهی به رویا نیست، چه آهوها که در چشمان لیلا نیست. اگر گم کردن خود را مرا در گریه پیدا کن، اگر از شکوه لب بستم سکوتم را تماشا کن. کجایی ای که عمری در هوایت نشستم زیر باران ها